evdəkilər nəyə gətirdi bu oyunu? Bax qardaş, mən sənə belə bir söz deyim. İlk öncə, sən Məşləqəyə niyə getmişdin? Səbəb nə idi sənin Məşləqəyə getməyinə? Deməli sən artıq narkotikdən asılısan. Deməli narkotik sənin həyatında müəyyən problemlər yarada getmişsən. Axırda sənin evdəkilərin yorulublar, beziblər, çıxış yolu tapmaq üçün səni reabilitasiyanı bilməyiblər, Məşləqəyə yönləndiriblər. Bəli, günümüzdə bugünkü gündə elə bilirlər ki, Məşləqəyə getdin və yaxud qan yuzdurdun və yaxud bir dənə psixoloqun yanına getdin, söhbət elədin, səndə bu qurtardı. Yox qardaş, sənin xəstəliyin mənəviyyat xəstəliyidir. Sənin xəstəliyin problemi beyindədir. Elə bir iğnə yoxdur, elə bir dərman yoxdur ki, səni vurasan, sən mənəviyyatın oyansın. Yox, bu mümkün deyil. Sən 100 dəfə də getsən, detoksa gəlsən, yenə eyni şeydir. Yəni sənin qabağında oturan insan dəfələrlə detoks eləyir. Heç bir fayda olmuyor. Məkan dəyişdirmişəm, fayda olmuyor. Gedib rayonda qalmışam, fayda olmuyor. Türkiyə çarə ilə müalicə eləmişəm, fayda olmuyor. Qardaş, bizim problemimiz narkotik deyil, bizim problemimiz başımızdadır.